Salam, hər birinizi xoş gördük, xoş gəlmisiniz kanalıma. Ümidvaram ki, yaxşısınız, sıxıntınız, probleminiz yoxdur. Dəyişməz məkandayıq. Bu arada bunu da deyim. Mən elə bir ki, bura olmayanda, gördüyünüz yerdə bir video çəkə bilmirəm. Bilmirəm, siz öyrəşmisiniz ya yox. Bu, necə deyim, elə bir ki, sanki elə bilirəm siz də bura öyrəşmisiniz, mən də bura öyrəşmişəm, ancaq burada çəkmək istəyirəm. Heç bir şey də dəyişmək fikrim yoxdur. Elə bilirəm ki, yəni burada bura gələndə elə bilirəm sizlə görüşürəm, değil mi? Başa düşdünüz? Baxaq görək üzümüzə gələn həftəlik açılımla qarşınızdayım. Bildiyiniz kimi üzümüzə gələn həftə sizi nə gözləyir? 22 və 29 iyun tarixlərində bizi nə gözləyir, nə yenilik olacaq? Videom izləyicilərimə aiddir, kənar şəxslər izləməsin və bir də bunu deyim, qızlar, xahiş edirəm. Videonu izləyəndən sonra abunəçilərimə aiddir, izləyicilərimə aiddir. Videonu izləyəndən sonra xahiş edirəm, yəni like etməyi unutmayın. Burada mən heç bir gəlir qazanmıram. Yəni bundan heç bir şey qazana bilmərəm də mən. Sadəcə olaraq əməyə hörmət kimi bunu deyirəm. Şəxsi açılım etmirəm, sadəcə burada sizlə həftədə bir dəfə görüşürük belə. Yəni ümumi açılım edirəm. Dəstə seçirsiniz, yəni sadəcə bunu demək istədim. Niyə dedim heç onu da bilmirəm, nəysə. Kimin üçün vaxt azdırsa videonu saxlaya bilərsiniz. Hansı dəstə ilə daha çox uyumlanırsınızsa onu da seçin. Bu arada səsimini hiss eləyə bilərsiniz ki, hələ də xəstəliyim keçməyib. Özünüzü qoruyun. Getdik. Birinci dəstəni seçənlərlə başlayırıq. Görək nə olacaq, nə yenilik görünür. Həftəlik açılımlarda çalışın bir dəstə seçin. Yəni hamısına qulaq asın. Qulaq asa bilərsiniz, o başqa. Amma yəni birini seçib ona qulaq asın və ona odaqlanın. Birinci sıramız iş, pul, maddiyat. Baxaq görək nə görünür. İkinci sıramız bizim şəxsi həyatımız, sevgi həyatımız və həftəmiz hərəkətli olacaqmı? Buna baxaq. Başlayırıq birinci sırayla. Görək. İş, pul, maddiyat. Bəzilərinizin məhkəmə işi ola bilər. Məhkəmə, dövlət işi ilə bağlı bir işiniz ola bilər. Bunu deyim, biləsiniz. Bəlkə də dövlət işində işə çağırıla bilərsiniz. Bu da ola bilər. İş gözləyənlərimiz varsa, məvacib, yəni maaş olaraq biraz aşağı maaşlı bir iş təklifi ala bilərsiniz. Amma bəzilərinizdə də belə bir şey var ki, çünki izləyənlər çox olduğu üçün mən hər bir formasını deyirəm ki, sizə hansı uyğundursa onu da alırsınız. Bəziləriniz əgər tutaq ki, kimsə sizə söz verib işlə bağlı, ya deyib ki, filan qədər ödəniş eləməlisən, filan qədər pul köçürməlisən, pul verməlisən. Bu mövzular varsa, bilin ki, burada nəsə aldadılma mövzuları öndədir. Yəni aldadıla bilərsiniz. Bunu deyim, biləsiniz və aldadılmayasınız. Yenə deyirəm, iş təklifi gözləyənlərimiz varsa, işdən xəbər gözləyənlərimiz varsa, bu xəbər gələcək sizə. Sadəcə olaraq maaş olaraq aşağı bir maaşlı bir iş. İşləyənlərimiz varsa, tutaq ki, işiniz var, hər şey yaxşıdır, işə gedib gəlirsiniz. Orada ya biraz problem yaşaya bilərsiniz. Tutaq ki, bir insan var ki, əslində belə üzdə sizlə dalaşmır. Amma sizdən xoşu gəlməyən bir insan ola bilər ki, sizin arxanıza bəzi işlər çevirə bilər. Bundan ehtiyatlı olursunuz. Demirəm, burada qırğın dava olacaq. Sadəcə olaraq üzünüzə gülür həmişə. Siz elə bilirsiniz ki, çox yaxşı insandır. Əslində qəlbəndə, içinizdə hiss eləyirsiniz ki, çox da yaxşı insan deyil. Bu insandan, necə deyim, ehtiyatlı olun, belə. Bəlkə də bu həftədə bu belə olacaq bu insan. Yəni, nə bilim, dalaşa bilərsiniz öncəki günlərdə. Nəsə bir-birinizi başa düşməyə bilərsiniz ki, bu həftə ərzində bu insan özünü belə göstərə bilər. Belə
Bir də dediyim bu məhkəmə mövzularında yadınızda saxlayın. Ya məhkəmə ya da dövlət işində nəsə bir işiniz olacaq. Xırda bir işlər də ola bilərdi, amma dövlət qapısında bir işiniz olacaq. Belə. Keçirik sevgi həyatımıza. Görək sizi nə gözləyir. Aha. Bəziləriniz burada tələbə ola bilərsiniz, ya da oxuyursunuz da, yəni universitetdə yox, amma başqa bir sahə üzrə ya nə bilim kurs keçirsiniz, ya nəsə bir nə bilim burada tələbəni də göstərir. Hansısa bir kursa gedib gəldiyinizi də göstərə bilər, nəsə öyrənirsiniz, bunu da göstərə bilər. Bu belə. Bəziləriniz ya siz evli ola bilərsiniz, ya da ki sevdiyiniz insan evlidir. Bu insanın yalanını tuta bilərsiniz, sizə yalan danışa bilər, dalaşa bilərsiniz bu insanla. Amma bilirsiniz adam necədir? Adamın əli qolu bağlıdır elə bir. Əli qolu bağlı olmağı bunun ailəsinə bağlı da ola bilər. Və yaxud da ki, tutaq ki dalaşmısınız, bu insan sizə addım ata bilmir. Niyə? Çünki siz ona elə bir söz demişsiniz ki, əlini qolunu bağlamışsınız sizə addım atması yönündə. Amma burada mən addım görürəm. Necə addım olacaq? Sizə bəhanə ilə yaza bilər, sizə tərəf gələ bilər. Bu yazmasından sonra siz dalaşa bilərsiniz yenə də. Sözünüz bir-birinizə sözünüz çəp gələ bilər. Amma nə isə öyrənmə məqsədi ilə yaza bilər. Misal üçün uzun müddətdir yazmır, axtarmır bu insan, əlini qolunu bağlamısınız. Bu insanın yenə deyirəm dediyiniz sözlərlə ola bilər. Və yaxud da ki bu insan ailəlidir və sizə tərəf gələ bilmir. Amma ümumilikdə belə bir şey deyim ki, bu insanın siz yalanını tuta bilərsiniz. Sizə yalan danışa bilər bu insan. Bəzilərinizdə də belə bir şey ola bilər ki, subaysız ailəviz tərəfindən sizə kimisə məsləhət görə bilərlər. Bu da ola bilər. Amma siz istəməyə bilərsiniz. Çünki bəziləriniz ola bilsin, hələ ailə qurmaq istəmirsiniz. İzləyənlər çox olduğu üçün hər bir formasını deyirəm. Sizə necə uyğundursa onu da alırsınız. Yekunlaşdıraraq belə bir şey deyim. Ya sevdiyiniz insan ailəlidir, yəni əli qolu bağlıdır bu insanın və yaxud da siz ola bilərsiniz və yaxud da ki siz bu insana elə bir söz demişsiniz ki, bu insanın əlini qolunu bağlamışsınız, sizə addım atmağa tərəddüd eləyir, amması bundan ibarətdir ki, beşli bir zamanda videonu izləyəndən 5 saat sonra da ola bilər ki, beşli bir zamanı göstər, 5-ci günü ola bilər, ayın 25-i ola bilər ki, bu insan sizə nəyisə öyrənmək, bilmək məqsədilə addım ata bilər. Amma bunu da danışmadan sonra, bu addımdan sonra siz yenidən dalaşa bilərsiniz. Həftəmiz hərəkətli olacaqmı? Bəli. Həftəmiz hərəkətli olacaq. Həftəmiz bilirsiniz necə olacaq? Müvəqqəti qələbə qazanacaqsınız. Elə hiss eləyəcək. Qələbə qazanacağınızı hiss eləyirsiniz. Tutaq ki, sevdiyiniz insana bir şey elətdirmək yönündə. Və yaxud da ki, işdə kiçik bir, tutaq ki, sizin dediyiniz sözə qulaq asacaqlar, siz də sanki qələbə qazandığınızı hiss eləyəcək. Yəni kiçik bir qələbə və bu qələbə daimi yox, müvəqqəti bir qələbə qazandığınızı hiss eləyəcəksiniz. Ümumilikdə də belə deyim ki, həftəmiz təbii ki, hərəkətli olacaq. Belə, keçirik ikinci varianta. Bu arada su gətirməmişəm, yadımdan çıxıb. Eyb yox. Görə ikinci variantı seçənlər sizdə nə görünür? Sizdə nə yenilik olacaq? Bu arada qızlar videonu baxın ayın bugün 21-idir. İndi çəkirəm, bazar günü çəkirəm. Və çəkən kimi də paylaşacağım. Yəni təzə-təzə isti-isti. Birinci sıramız iş, pul, maddiyat. İkinci sıramız bizim şəxsi həyatımız, sevgi həyatımız və həftəmiz hərəkətli mi olacaq, buna baxaq. Baxaq, birinci sıra ilə başlayırıq. Aha, güclü bir xanımsız, güclü bir insansız, baxımlı bir insansız, özünüzdən üstün heç kimi görmürsünüz, bilmirsiniz, çox da haqlısınız. Sanki ya işlədiyiniz iş, ya və yaxud da ki işləmirsinizsə belə,
Çox özünü hörmət edən bir xanımsınız. Ətraf mühitdə sizə çox hörmət eləyir. Savadınız ola bilər yüksək. Danışıq qabiliyyətiniz, geyiminiz, özünüzü aparmağınız, oturuş-duruş, hər şey yəni öz yerində ola bilər. Ki, inanıram belədir. Kartlar da bunu göstərir ki, özünüzü hörmət edən bir xanımsınız. İş sahibi ola da bilərsiniz. Özünüzün işinizdə ola bilər. Bunu qoyuruq kənara. Aması bundan ibarətdir ki, bəzilərinizdə nəsə almaq istəyirsiniz, buna görə pul yığırsınız. Kiçik də ola bilər, böyük də ola bilər, fərqi yoxdur. Bu həftə ərzində almaq təəssüflər ki, görünmür. Bəzilərinizdə kimsə köməklik də eləyə bilər. Bu belə. Aması bundan ibarətdir ki, bəzilərinizdə bilirsiniz necə, psixoloji vəziyyətiniz elə bir yerində deyil. ki, sizi kimsə çox əsəbləşdirir işdə. Evdə çox əsəbləşib gedirsiniz. Yəni psixoloji vəziyyət o deyil. Biraz elə bir çökmüsüz. Biraz elə bir ki, psixoloji takıntınız var. Sanki belə deyim də, bir yeriniz ağrıyanda onu başqa bir yerə də yönəldə bilirsiniz. Pis xəstəliklər axtara bilərsiniz özünüzdən. Düzdür, xəstəliklərə baxmırıq biz, amma psixoloji vəziyyətimizi izah eləmək istəyirəm və bunları da misal çəkirəm. Və yaxud da ki, işdə kimsə nəsə deyir və siz bunu çox böyle böyük bir söz kimi qəbul edirsiniz. Ola bilsin ki, yəni əsəbləriniz yerində olmaya bilər. Belə. İş axtaranlarımız varsa, indiyə qədər nə axtarırsınızsa, sanki elə bilirsiniz ki, boşunadır, siz işləməyəcəksiniz, alınmır heç bir işiniz, amma buna baxmayaraq da duruşunuz da öz yerindədir, yəni özünüzə əymirsiniz, sanki hər şey yaxşıdır. Bəzilərinizdə isə ikinci bir şəxsin köməkliyi vasitəsilə iş tapa bilərsiniz. Tapa bilərsiniz necə? Yəni sizə kimsə nəsə məsləhət görə bilər. Amma bu həftə ərzində sırf işdən çağırışmı deyim, işə getməkmi deyim, elə bir şey görmürəm. Bu iş axtaranlarımıza aiddir. İşləyənlərimiz varsa, dediyim kimi çox belə ayaqları üstündə dura biləcək bir insansınız. Amma nəsə almaq istəyirsinizsə, bu həftə ərzində almağınızı görmürəm. Yəni buna görə bəziləriniz pul yığa bilərsiniz və yaxud da pul yığmırsınız, amma bir şey almaq istəyirsiniz. Maddi bir və yaxud da bir büdcənin bir hissəsini ayırmışsınız ki, bura, yəni onu alacağım. Və yaxud da ki, gözlüyüz maaşı alandan sonra, nə bilim, və yaxud da ki, maaşı alandan sonra yox da, yəni nəsə almaq yönündə bir şeylər planlayırsınız. Bu həftə ərzində bunu görə bilmirəm, təəssüflər olsun. Belə. Çox da maddi sıxıntıda olduğunuzu da görmürəm. İnşallah ki, olmayacaq da. Keçirik sevgi həyatımıza. Görək burada nə çıxır. Aha. Sevgi həyatımız düzdür. Bəziləriniz ayrısız, danışmırsınız, ayrılıq qərarı almış ola bilərsiniz. Adam öz yalnızlığına çəkilib, özünü izolyasiya eləyib bütün dünyadan, həyatdan və yaxud da sizdən. Amma sevilirsiniz, istəyir sizi. Sizə qarşı duyğusal hissləri ön plandadır. Bəzilərinizdə bu insan işinə çox önəm verən bir insandır. Və yaxud da ki, öz işi var adamın. İşləməyi sevir, pul qazanmağı sevir. Və yaxud da ki, işləmə, amma pula çox önəm verən bir insandır. Yəni, onun həyatının mərkəzi puldan ibarətdir. Belə bir insandır. Belə olmasa belə, yəni, tutaq ki, böyük bir vəzifədə işləmir, amma işinə çox bağlı bir insandır. Yəni, işləməyi sevir. Biraz maddi tərəfdən sıxıntılar yaşaya bilərsiniz. Yəni, biraz düşə bilərsiniz. Düzdür, burada maddiyyətdən söhbət getmir. Sadəcə olaraq bayaq izah elədiyim sizə, düzdür dedim ki, maddi tərəfdən çox da düşüşdə görmürəm sizi. Amma biraz sanki nəysə bir şey olacaq ki, bəlkə də kiməsə nəsə pul verə bilərsiniz. Yəni bunu deyirəm, bunu saxlayın qıraqda. Yəni bu sevgi həyatımıza aidiyyəti yoxdur. Sadəcə içimdən gəldiyini deyirəm. Düzdür, biz maddiyyata baxmırıq, indi sevgi həyatına baxırıq. Sadəcə bu içimdən gələn bir şey oldu. Bunu deyim, ya kimsə sizdən borc istəyə bilər. Və yaxud da siz kiməsə özünüz istəyərək verə bilərsiniz. Siz kimdənsə borc ala bilərsiniz. Bunu deyirəm, saxlayın yadda, prosta. Belə deyim, bu insanla danışmırsınızsa, ki, bəzilərinizdə çox insanda görürəm ki, danışmırsınız bu insanla. Sizə ehtiyacı var adamın. Siz ona çətindir. Amma duyğusal tərəfdən özünü göstərən bir insan da deyil. Yəni, hisslərini içində yaşayan insandır,
qapalı bir insan ola bilər. Amma sizə qarşı hissləri də var adamın, təbii ki var. Danışmasaz belə addım atmasını təəssüflər ki, hələ ki görə bilmirəm. Düzdür, kiçik addım ata bilər. Addım ata bilər, kiçik addım ola bilər. Amma bilirsiniz necədir? Adam elə bir özünə çəkilib. Biraz tək qalmaq istəyir və belə bir vəziyyət yaşaya bilərsiniz. Yox, əgər bir yerdəsinizsə, hər şey yaxşıdır sizdə. Baxın, sizdə belə bir vəziyyət var. Sevgi var ola bilsin, qayğı var, amma hörmət olmaya bilər. Yəni, özdə görürsünüz, yan-yana çıxdı bunlar da. Yəni, biri var, biri yoxdur. Sevgi var, hörmət yoxdur. Qayğı var, bir-birini başa düşmək yoxdur. Nə bilim, sizi çox sevir, çox istəyir, amma aşırı dərəcədə qısqanclıq edir. Yəni, biri var, biri yoxdur da sizdə. Bir yerdəsizsə, əgər bir yerdəsizsə, ayrılmamısınızsa, bunlar göstərir. Yox, ayrılmışsınızsa, sizə ehtiyac duyur bu insan. Siz ona çətindir. Biraz problemləri də ola bilər bu insanın, ona görə özünə çəkilib. Amma addım olacaq, kiçik bir addım olacaq. Kiçik bir addımdan sonra ola bilsin, təzədən yenidə ayrılıq yaşaya bilərsiniz. Belə. Hər insanda sevginin içində maddiyyət çıxmır. Amma düzdür, mən onu başqa cür, necə deyim, izah da eləyə bilərdim. Sadəcə olaraq içimdən belə bir şey gəldi ki, yəni, ya siz kiməsə borc verəcəksiniz, ya da ki, ya borc verəcəksiniz, ya da borc alacaqsınız. Nəsə belə bir maddi bir vəziyyət ola bilər. Biraz beşli bir zamanda, beşinci gün ola bilər və yaxud da 25-i ola bilər ki, və yaxud da videonu izləyəndən 5 saat sonra ola bilər ki, yəni bu maddi düşüşü hiss eləyəcəksiniz. Ani olacaq, ondan sonra öz-özə gələcəksiniz. Yəni bu daimi deyil, müvəqqəti bir şeydir. Həftəmiz hərəkətli olacaqmı? Təbii ki, olacaq. Həftəmiz kiminsə xəbəri, nəsə məktub, nəsə CV atmışsınızsa ona cavab gələcək, amma bu həftə ərzində sizi çağırmayacaqlar. Çünki mən maddi vəziyyətdə, işlə bağlı baxışda görmədim ki, sizi işə çağırırlar, səhv eləmirəmsə. Elə bir şey görmədim. Amma nəsə bir xəbər gələcək. Dediyim kimi, sevdiyiniz insandan da ola bilər. Nəsə bir xəbər, mesaj, məktub, nəsə belə bir şey. Amma həftəmiz təbii ki, hərəkətli olacaq. Keçirik 3-cü dəstəmizə. Görək sizi nə gözləyir. Birinci sıra iş, pul, maddiyyat. İkinci sıra sevgi həyatımız. Üçüncü sıramız isə həftəmiz hərəkətli olacaqmı? Buna baxırıq. Başlayırıq birinci variantla. Aha. Bəziləriniz ola bilsin ki, nəsə iş qurmaq istəyirsiniz. Gələcəyə dair nəsə planlarınız var. Sizə kiminsə kömək və yaxud da kimlərinsə köməkliyi olacaq. İşlə bağlı təklif gözləyənlərimiz, zəng gözləyənlərimiz, mesaj gözləyənlərimiz varsa, %90% bundan xəbər gələcək. Hara sizə atmışsınızsa, həmin yerdən sizə cavab, məktub fərqi yoxdur da, nəsə gələcək. Çünki konkret olaraq insanları göstərir mənə. Bu da deməkdir ki, yəni insanlardan sizə cavab gələcək. Bəziləriniz öz işinizi qurmaq yönündə nəsə planlarınız var, eləyəcəksiniz, fərqi yoxdur. Güclü xaraktersiniz. Tutduğunu qopardan bir xaraktersiniz. Yəni bunu istəyirsinizsə, bu sizin olmalıdır düşüncəsindəsiz. Fərqi yoxdur, nə istəyirsiniz. İstər ev olsun, maşın olsun, yəni maddi bildiyiniz nə varsa, qopardan bir insansız. Düşünün, kralı və bu da şövalye də türklər elə deyir. Bu ikisi bir yerdə, yəni kral da özünü göstərdi, şövalye də özünü göstərdi, Richard. Belə, yəni
həm də ki belə soyuqqanlı bir insansınız. Yəni mən bunu istəyirəmsə, mən bunu götürməliyəm, almalıyam, qopartmalıyam. O belə bir düşüncəniz var. Gələcəyə dair də çox gözəl planlarınız var ağlınızda. Həyata keçirdərsiniz, keçirməzsiniz, gələcək vaxtlarda görünəcək. Yəni indi hal-hazırda bir həftəlik bir müddətə baxırıq. Bu bir həftə ərzində maddi tərəfdən nə istəyirsinizsə, sizdə problemsiz olacaq. İnşallah, təbii ki, Allahın istəyi ilə. Keçirik, baxırıq sevgi həyatımız necədir? Aha. Sevgi həyatımızda bəziləriniz ikili bir yol arasında qalmışsınız. Bəzilərinizə belə deyim. Təzə bir insanla tanış olmuşsunuz, amma keçmişdən də bir insan gəlib həyatınıza. Və yaxud da girmək istəyir həyatınıza, bilmirsiniz, nə edəsiniz. Onu deyirəm, yadınızda saxlayırsınız. Sevilirsiniz, çox istəyirsiniz həmin insanı, o insan da sizi çox istəyir. Addım belirli bir zamanda təbii ki %95% olacaq. Bu insandan sizə addım olacaq. Nəsə bitirmək qərarı almışsınız bəlkə də, və yaxud da ki ola bilər ki bu yöndə danışıqlarınız olar, amma boşdur bunlar danışıqlar. Nə danışacaqsınızsa heç birinə inanmayın, çünki siz təzədən yenə də barışacaqsınız və bir yerdə olacaqsınız bu həftə ərzində. Belə deyim, nəsə bir gözləntiniz var o insanla. Bəlkə də sizə hədiyyə almasını gözləyirsiniz. Nəsə təklif eləməyini və yaxud da görüşməyinizi, nəsə belə bir şeylər gözləntiniz var. Və bunlar olacaq inşallah. Çünki adam sizi çox istəyir, çox sevir, sizə qarşı duyğusal hissləri də var. Addımı da dedim %95% olacaq. Sevgi yönündə bir addım olacaq. Çünki siz də zaten hiss edirsiniz ki, bəlkə də o insan sizi istəyir. Amma dediyim kimi iki variant arasında qala bilərsiniz. Ya bu insan sizə nəsə deyəcək, iki seçim arasında qalacaqsınız. Ya da ki keçmişdən sizə insan qayıdacaq və siz bilməyəcəksiniz, nə edəsiniz. Biz çıxmadı, yəni ayrılanlarımız varsa barışacaqsınız. Bir yerdəsinizsə seçim görünür sizin aranızda və yaxud da ki sizi seçim qarşısına qoya bilər və yaxud da siz o insanı seçim qarşısında qoya bilərsiniz və bu insanın nəsə gözləntiniz var. Belə. Yəni bəzilərini ola bilsin ki, deyə bilərsiniz, tutaq ki, birinci variant biraz uzun oldu, üçüncü variant qısa oldu. Qızlar, yəni uzatmaq sevmirəm mən. Nə çıxdısa, təbii ki, yaxşı çıxıbsa, niyə də yəni uzadaq? Yaxşı çıxırsa daha qısa olur, elə bir ki, açılımlar düzdür. Elə bir pis bir şey çıxanda daha da uzadıram. Heç çalışıram ki, onun içinə nəsə bir yaxşı bir şeylər seçməyə çalışıram ki, azından bir yaxşı bir şeyləri sizə ötürməyə çalışım. Amma üçüncü variant, yəni sevgi cəhətdən pis çıxmadı, sevilirsiniz, yaxşıdır hər şey. Sadəcə olaraq dediyim kimi, ya o insanı iki variant arasında qoya bilərsiniz, ya da ki o insan sizə nəsə bir seçim göstərə bilər. İnşallah ki, yaxşı olar. Baxaq, həftəmiz hərəkətli olacaqmı? Həftəmiz sıxıcı olacaq. Niyəsə görə sıxılacaqsınız. Elə ki, elə bəzən olur bizdə. Tutaq ki, hər şey yaxşıdır, iş yaxşıdır, nə bilim, pulumuz var, sevgi həyatı okey, hər şey əla, amma sıxılırıq. Yəni də özümüzdən asılı deyil, amma ürəyimiz sıxılır. Belə bir vəziyyətdə olacaqsınız. Həftəmiz belə sıxıntılı, darıxdırıcı, bəlkə də hava şəraiti elə olacaq ki, darıxdırıcı olacaq. Bəlkə də bütün gün evdə olacaqsınız, darıxdırıcı olacaq. Nəsə belə bir şeylər var ki, həftəmiz nəsə darıxdırıcı olacaq. Bəzilərinizdə isə bir insan üçün darıxacaqsınız. Sevdiyiniz insan ola bilər təbii ki. Keçmiş xatirələr üçün darıxa bilərsiniz. Amma ümumilikdə belə deyim ki, həftəmiz darıxdırıcı kimsə üçün və yaxud da ki, ümumiyyətlə darıxdırıcı keçəcək. Belə. Bunu da deyim. İnşallah ki, bir insan, sevdiyiniz insan sizin üçün çox darıxar və sizə o darıxdığı üçün də addım atar. Belə. İzlədiyiniz üçün hər birinizə sonsuz təşəkkürümü bildirirəm. Yaxşı ki, varsınız. Kommentlərdə özünüzü göstərin. Sevilirsiniz, bunu bilirsiniz. Öpürəm sizi çoxlu. Özünüzə yaxşı baxın. Sağ olun.